dənə kiçik sual. Nəyə görə? Bir dənə kiçik sual. Nəyə görə heyvan saxlayan bir şəxs öz ev heyvanı ilə küçədə gəzdikdən sonra avtobusa minə bilmir? Yəni bugün yenə gözüm sataşdı. Bakubasın avtobuslarının üzərində heyvanla girmək olmaz işarəsi var. Bir dənə də işarə var, velosipedlə olmaz. Yəni siz velosipedlə getdiniz, hərəkətinizi bitirdiniz. Daha sonra yolunuzu avtobusla davam eləmək istəsəz, eləyə bilməyəcəksiniz. Bir, orada şərait yoxdur. Onu başa düşdüm. Yaxşı, niyə? Məsələn, balaca itlər var da belə. Və ya pişiklər var, və ya qabda belə gəzdirirlər pişiyi, iti. Niyə minə bilməz avtobusa ondan? Sizcə niyə? Və sizcə bu olmalıdır, yoxsa yox? Mən xaricdə görmüşəm. Yəni, insanlar öz heyvanları ilə ağzı bağlıdırsa, qutudursa, qucağındadırsa, daxil ola bilirlər. Nə fikirləşirsiniz?